Yəni bu elə bir şeydir ki, bu iman. Sənin önünə dünyaları sərsələr, bu imanı alandan sonra, bu ləzzəti dadandan sonra, necə sələfdən birisi nə deyir? Deyir, kafirlər deyir, bizim qəlbimizdə olan o ləzzəti, o dadı bilsəydilər, onu bizdən almaq üçün mütləq bizlə savaşardılar, deyir. Vallahi elə bir daddır ki, elə bir şirinlikdir ki, indi cahiliyyə yaşayan qardaşlar olublar da, cahiliyyədə elə bir günah ola bilməz ki, sən onun ləzzətini bununla müqayisə edəsən. İman ləzzəti bilirsən nə dəxi? İmanı dadan adam bilir ki, onun ləzzəti nədir? Dünyada elə bir ləzzət yoxdur ki, onunla müqayisə edəsən ki, bunun ləzzəti ona yaxındır. Dünyaları önünə sərsin. Dünyaları sənə versələr, vallahi imandan vaz keçməyi demirəm. Allahın dinində cüzi, Allahın dinində biraz o daddan taviz verməyi burada hansı iman edən kişi qəbul edə bilər? Heç kim vallahi. Peyğəmbər sallallahu aleyhi və səlləmin əshabına bax. Allah Resulü sallallahu aleyhi və səlləmin əshabından birini əsir götürürlər. Bir ənsini əsir götürürlər. Və onu asma ərəfəsidir, öldürəcəklər. Deyir ki, nə istəyirsən? Son